Feilin qrammatik məna növlərində biz daha çox obyekt və subyekt üzərində gedirik. Subyekt nədir? İşi görən insan, şəxs subyektdir. Amma üzərində işi gördüyü əşya obyektdir. Yəni desəm ki, mən kitab oxuyuram. Burada mən subyektdir. Çünki işi görən mənəm. Subyekt. Amma üzərinə iş gördüyüm əşya nədir? Nəyi oxuyuram? Kitabı. Bu isə obyekt. Bunu yadda saxlayaq. Biz həmin bu obyektin subyektə görə qrammatik məna növlərinə bölürük. Bəzilərində bu subyekt yoxdur. Bəzilərində öz üzərində icra edir həmin bu işi. Bəzilərində həmin bu subyekt gizlənir, özü icra eləmir işi, başqasına icra elətdirir. Bunu baxımından biz bölürük. Birinci gəlir məlum növ. Məlum növdəki həmin bu subyekt məlum olur, yəni işi özü görür və adı çəkilir. Və məlum növün xüsusi qrammatik göstəricisi, yəni şəkilçisi yoxdur. Və bu növ yeganə növdür ki, bütün nitq hissələrindən yarana bilir. Kökü demirəm, yarana bilir. Və bu növün digər bir xüsusiyyəti o birlərindən fərqlənir ki, sadə ola bilir. Necə sadə ola bilir? Baxın, məhculun da, qaydışın da hamısının şəkilçiləri var və bu şəkilçilər leksik şəkilçilərdir. Və leksik şəkilçi ilə yaranan sözlər düzəltmə sözlərdir. Amma məlum növün xüsusi şəkilçisi yoxdur deyə, hər hansısa şəkilsiz bir feili məlum növdə götürə bilərik. Yəni sadə ola bilir. Və məlum növ dediyimiz kimi bütün nitq hissələrini artırıla bilir. İkinci, məhcul növdə həmin bu subyekt qrammatik cəhətdən məlum olmur artıq. Burada artıq bizdə obyekt ön plana çəkilir. Yəni biz işi, hərəkəti ancaq obyektin adını çəkirlər. Bu demək deyil ki, burada subyekt ola bilməz. Təsəvvür edə bilərik və məhcul növdə həmin bu subyekti tapmaq üçün kim tərəfindən sualını veririk. Ona görə də avtomatik olaraq bizim həmin subyektimiz ortaya çıxır. Məhcul, şəxssiz və qayıdış növ. Üçü eyni şəkilçi ilə yaranır. I və ın. Bəzən n hərfi, bəzən l hərfi, bəzən də n hərfindən yarana bilərlər. Bunları bir-birindən necə fərqləndirmək lazımdır? Dediyim kimi, məhcul növdə işi görən məlum olmur, daha çox obyekt ön plana çəkilir. Şəxssiz növdə isə ümumiyyətlə, məhcul növdə cümlənin içərisində mübtədə ola bilər. Yəni, mübtədə subyekt demək deyil. Mübtədə ola bilər ki, hər hansısa bir əşya da mübtədə ola bilər. Əsas odur ki, adlıq halda olsun. Yəni, kitab sözü adlıq halda deyilmi? Adlıq haldadır. Mübtədə də nədən yaranır? Adlıq haldan yaranır. Məsələn, deyirəm ki, kitab oxundu. Bu birləşmədə, bu məhcul növdədir. Kitab nə? Kitab. Bu da mübtədədir. Yəni, dediyim odur ki, məhcul növdə kitabı oxuyan adam yoxdur. Yəni, şəxs yoxdur, subyekt yoxdur, gizlənib. Amma bərpa edə bilərəm. Kim tərəfindən? Yəni, məhcul növdə mübtədə olur, subyekt olmur. Amma şəxssiz növdə nə mübtədə olmur cümlə içərisində, nə də subyekt olmur. Tamamilə heç biri olmur. Bunların yeganə fərqi bundan ibarət. Yəni, məhcul növdə kimin elədiyini başa düşməyi tapmaq olmur. Yəni, şəxssiz növdə, məsələn, deyirəm ki, yanaşılmaq. Birinci onsuz da bunları tapmaq üçün birinci şəkilçiyə baxırıq. Şəkilçi varsa sözün mənasına baxırıq. Çünki bu üçünün də şəkilçisi eynidir. Yalnız məna ilə fərqləndiririk. Şəkilçimiz var, ıl şəkilçisi var. Bəs yanaşılmaq sözündə hər hansısa bir subyekt artıra bilərik. Mən yanaşıldı, o yanaşıldı. Artırmaq mümkün deyil. Bunlara biz deyirik şəxssiz növ. Qayıdış növdə isə həmin bu subyekt insan işi öz üzərində icra edir. Ya baxın, subyekt təkcə insan deyil. İşi görən hər bir şey, canlı olan hər bir şey ola bilər. Və yaxud da cansız olan işi görən. Məsələn, deyirəm ki, hava qaraldı. Yəni, qaraldı sözünü götürmürük. Təbii ki, orada buna da nəzər yetirək ki, orada əgər sözümüzü qara sifətidirsə, yəni bu şəkillərin heç biri digər nitq hissələrini artırıla bilməz. Ancaq feili artırılmalıdır. Məsələn, deyirəm, duman çəkildi.
Duman insan deyil, amma duman öz-özünə çəkilir. Heç bir insan gedib o dumanı, onu kömək eləmir ki, o duman çəkilsin. Və yaxud da ki, qız bəzənir, qız daranır, saçını darayır, onu özü eləyir, öz üzərində eləyir. Buna deyirlər qayıdış növ. Yəni sözlərin mənasından baxırsan ki, yəni əşya olsun, hər hansısa bir subyekt olsun, insan olsun, hava olsun, bitki olsun, öz üzərində eləyir onu, özü eləyir o hərəkəti. Buna da deyirik qayıdış növ. Qayıdış növdə ı şəkilçisindən, ın şəkilçisindən düzəlir. Digər növümüz gəldi icbar növ. İcbar növdə də subyekt olur. Amma subyekt deyir ki, mən tək ola bilmərəm. Mənim yanımda mütləq bir nəfər də olmalıdır. Və subyekt işi özü eləmir. Olsa da özü eləmir. Əmr eləyir, ikinci bir adama eləyir. Məsələn, müəllim uşaqlara tapşırığı yazdırdı. Müəllim subyekt özü etmir, amma ordadır. Uşaqlara elətdirir, uşaqlara yazdırır və bu da şəkilçisi dırdır, durdur. Saitlə bitən sözlərdə t şəkilçisindən istifadə oluna bilər. Samitlə bitən sözlərdə də istifadə oluna bilər. Yəni 2 dənə şəkilçisi var. İcbar növdə nə edir? Özü eləmir, başqasına eləyir. Məsələn, yazdırtdı, özü yazdırmadı. Özü yazmadı, başqasına yazdırdı. Tikdirtdi, özü tikmədi, kiməsə tikdirtdi da oranı. Məsələn, sildirdi, özü də silə bilərdi, amma başqasını sildirdi. O əmr eləyir, o birisi isə onu icra eləyir. İcbar növdən sonra gəlir qarşılıq, birgəlik növ. Qarşılıq növ və birgəlik növdə eyni şəkilçi ilə düzəlir. Iş, bəzən də ş şəkilçisindən. Sadəcə şəkilçilər və növləri əzbərləmək bəs eləyir. Uzun-uzadı qaydalara ehtiyac yoxdur. Qarşılıq növdəki həmin bu subyekt işi qarşı-qarşıya görür başqa subyektlərlə. Məsələn, yazışır qarşı-qarşıya, görüşür, qucaqlayırsa, görüşürsə qarşı-qarşıya olur. Yenə də sözlərin mənasından baxırıq. Amma birgəlikdə də hamısı adından məlumdur. Birgə şəkildə icra edir. Məsələn, ağlaşmaq, hürüşmək, mələşmək. Məsələn, uşaqlar ağlaşdılar. Uşaqlar hamısı bir yerdə ağlaşırlar da, ayrı-ayrılıqda olmur ki. Və üç şəkilçi olur. Dediyim kimi sözlərin birinci şəkilçisini tapırıq, sonra sözün mənasına baxırıq. Şəkilçilərdə də çətin bir şey yoxdur. Məlumun ümumiyyətcə şəkilçisi yoxdur. Məhsul şəxssiz qayıdış eynidir. Yerdə qalan 2 dənə növ var ki, onlar fərqli-fərqli şəkilçiləri var və əzbərlədikdə hamısını tapmaq çox rahat və çox asandır. İndi bu sözlərə nəzər yetirək. Gül açıldı. Birinci şəkil əlamətinə baxırıq. I. I məhsul növdə də var. Qayıdış növdə də var. Şəxssiz növdə də var. Necə fərqləndirək? Gül açıldı. Kimsə gül açılanda gedib ona kömək eləyir, eləmir. Gül özü öz üzərində icra edir. Gül özü açılır. Deməli, şəkilçimiz var. Var. Məna var. Var. Deməli, bu qayıdış növdədir. Bu oldu qayıdış növdə. İcazə verilmək. Kim icazə verilmək? Kim tərəfindən? Nə? O, bu. Heç nə artıra bilmir. O icazə verilmək, bu icazə verilmək. Bu artıq şəxssiz növdədir. Həm də baxırıq, il şəkilçisi var, şəxssizdə də eyni şəkilçi var. Şəkilçi var, məna var, şəxssiz növdədir. Əkildi. Avtomatik deyirik ki, kim tərəfindən əkildi? Deyirəm ki, o sahə əkilibdir, yəni əkildi. Kim tərəfindən? Bilmirik. Şəkilçi var, məhsul növdədir. Məna var, bilmirik, məhsul. Verdi. O verdi. Avtomatik olaraq məlum edirəm. Həm də heç bir növü şəkilçisi yoxdur. Məlum növdədir. Oxutdu. Burada t şəkilçimiz var. Şəkil əlamət var. Mənaya baxıram. Oxutdu. Özü oxumadı, getdi başqasına oxutdu. Əmr elədi ki, o oxusun bunu. Deməli, bu da icbar növdədir.